videomuzda sizə panik halqası haqqında məlumat vermişdim. İndi isə panik halqası necə qıra bilərik, bunun haqqında danışacağıq. Halqanı ilk öncə təsir edən amildən qıra bilərikmi deyə sual versəm, düşünsəz, məncə cavabınız yox olacaq. Çünki biz ətrafımızda xəbər eşitməyə bilmirik, nələrsə görməyə bilmərik, bu mümkünsüzdür və yaxud da ki, bədənimizdə az da olsa mütləq narahatlıq olacaqdır və vahimə hissini aradan qaldırmamız, bu da bizim kontrolumuzda olan bir şey deyil. Ona görə də bu bizim nəzarətimizdən çıxan bir şey olduğuna görə üçüncü hissəyə baxırıq. Hiperventilasiya, yəni tez-tez nəfəs alıb vermə. Nəfəs alıb verməmizi şuurlu surətdə tənzimləyə bilərik. Ona görə də biz yadınızdadırsa ki, siz nədən nəfəs alış-veriş baş verir deyilik hiperventilasiyada, biz əslində normada diafraqm məsələlərimiz vasitəsilə qarından nəfəs alıb verməmiz lazımdır. Və bu zaman nə olur? Karbon qazının səviyyəsində azalma olmur və ona görə də oksigen toxumalara normal şəkildə çatır və ona görə də bu zaman parasimpatik sinir sistemi aktivləşmiş olur. Parasimpatikdə aktivləşəndə noradrenalan hormonun ifrazına səbəb olur və fiziki simptomlar özünü göstərmir. Ona görə də dərk etmə olmur ki, nə baş verir və fəlakət kimi yozumda olmur və bu da bizə növbəti təsir edən amil kimi özünü göstərmir. Nəfəs texnikasını necə edə bilərik? Bu saniyələrə görə fərqlənən çox nəfəs texnikası var. Məsələn, mən sadəsini deyim, 4-4-4. Yəni 4 saniyə ərzində burnumuzla nəfəs alırıq, bu zaman qarnımızın şişməsinə diqqət edirik və 4 saniyə ərzində isə nəfəsimizi saxlayırıq və 4 saniyə ərzində isə nəfəsimizi ağzımızdan yavaş-yavaş sanki bir şam üfləyib söndürürmüş kimi dərindən verməmiz lazımdır. Və paralelində başqa rahatladıcı, məsələn, EMDR terapiyada olan kəpənək qucaqlaması texnikasından istifadə edə bilərsiniz. Və yavaş-yavaş əllərinizi gah sağ, gah sol əlinizi vuraraq, sinə hissəni yuxarı hissəyə vuraraq özünüzü rahatlada bilərsiniz. Və eyni zamanda fikrinizi düşüncələrdən uzaqlaşdırmaq üçün siz ətrafdakı əşyaların rənglərini adlandıra bilərsiniz. Məsələn, yaşıl pərdə, ağ stul, qırmızı kitab deyərək adlandıraraq fikrinizi yayındıra bilərsiniz. Ümidvaram ki, bu video sizin üçün faydalı oldu.